Salam əziz şagirdlər. 6-cı sinif ədəbiyyat fənnindən bugünkü mövzumuz ağıllı uşaq nağılı olacaq. Dərsimiz verilmiş ardıcıllıq üzrə davam edəcək. Əsərin məzmunu üzrə iş, obrazların başlıca xüsusiyyətləri, obrazlar xəritəsi, qarşılaşdırma müqayisə və əsərin təhlili üzrə iş. Əziz şagirdlər, nağılımıza keçməzdən əvvəl gəlin verilmiş suallar ətrafında biraz danışaq. Sizcə, ağıllı uşaq necə olmalıdır? Siz özünüzü ağıllı hesab edirsiniz? Daha ağıllı olmaq üçün nələr etmək lazımdır? Heç olubmu ki, siz ağlınızın köməyi ilə ailə üzvlərinizin, dostlarınızın hər hansı probleminin həllinə yardım edəsiniz? Yəqin ki, olub. Siz artıq bəzilərini yadınıza saldınız. Hər birinizin fikrini eşitmək istəyərəm. Uşaqlar, biz bugünkü dərsimizdə bir ağıllı uşaq haqqında nağılla tanış olacağıq. Görək o nə edib ki, insanlar onun haqqında nağıl qoşub bir-birinə danışıblar və bu nağıllar bizim dövrümüzə qədər gəlib çatıb. Nəzərinizə çatdırım ki, siz bu mövzuda ibtidai siniflərdə də öyrənmisiniz və 7-ci sinifdə də dərs şagirdi Əhməd nağılı ilə tanış olacaqsınız. Bu nağıllar məzmun etibarı ilə oxşarlıq təşkil edir. Bugünkü nağılımızın adı Ağıllı Uşaq nağılıdır. Bu nağıl Azərbaycan xalq nağılları silsiləsinə daxildir. Əvvəlcədən qeyd edim ki, nağılımızın geniş məzmunu ilə tanış olmaq lazımdır, sonra isə əsərin planını təşkil edə bilərsiniz. Mən isə əsərin planını bu cür yazmışam. Xanın kəndi talan etmək arzusu, baş məsləhətçinin hiləsi, müdrik qocaların zindana salınması, xanın təklifi, Əhmədin nurani qocadan məsləhət alması, Əhmədin ağıllı həmlələri və kəndin xilas olması.